Bugün camiada, televiziyalarda mən də özümü həmişə onun içində sanırım. Biz bəzi insanlara çox dərindən artıq qiymət verdiyimizə görə onları insanların gözündə çox yüksəldirik. Amma əxlaq, sənət bunlar ikisi bir yerdə toplanmalıdır mütləq. Akşin orada başqa söz demək istəyirdi, heç Gülüstan xanım da demək istəmirdi. Amma düşünmürsünüz ki, biz bugünlər reyting xatirinə sənətkarları belə bada veririk. Valla, bəzən mən sosial şəbəkələrdə istəsəm də, istəməsəm də qarşıma çıxır. Televiziyada olan hadisələr, proqramlarda baş verənlər, məsəl üçün mən görürəm, paylaşırlar. Mən elə utanıram ki, öz adıma, ölkəm adına, qadın adına. Mən düşünürəm ki, bəlkə də insana bu qədər azadlıq verməzlər. İnsan azadlığı gərək haqq etsin, insan azadlığın mənasını duysun. Azadlıq anarxiya demək deyil, azadlıq əxlaqsızlıq demək deyil, azadlıq özbaşınalıq demək deyil, nə istəyirsən edim demək deyil. Azadlığın incələmək lazımdır ki, bu azadlığın içində nələr var? Nə etmək lazımdır? Nə etsəm azadlıqla bir başqa şeylərin yeri səhv niyə düşüb bugün? Məsəl üçün, mən çox utanıram. Elə utanıram ki, deyirəm, bugün dünya harada inkişaf edib, haralardadır? Nələr qurur, nələr yaradır? Nə böyük ixtiraların arxasınca qaçır? Bəli. Bizim gündəmimizə baxın və bizim mövzularımıza baxın. Biz nələri müzakirə edirik? Hər bir evdə, hər bir ailədə, hər bir insan, normal insanın dostuyla, nə bilim, iş yoldaşıyla, ətrafında olanlarla arasında sözdə olar, söhbətdə olar, küsməkdə olar, barışmaq da olar. Bu normal insan halıdır. Amma bu demək deyil ki, bunları belə bu qədər abartmalı, bunları şişirtmək, bunlarla gündəmi zəbt eləmək, gündəmdə qalmaq. Məsəl üçün, mən valla belə şeylərə baxanda elə xəcalət çəkirəm ki, ölkəm adına. Heç sevmirəm belə şeyləri və inanmıram ki, Gülüstan xanım bu mövzuları abartacaq dərəcədə bir xanım olsun. Gülüstan xanım öz sənəti ilə, muğam sənəti ilə, müəllimliyi ilə, ifaçılığı ilə göz önündədir. Yəni, bir söz dedi, onu böyüdüm. Bugün bir hadisə oldu. Valla, mən elə utanıram və utanıram yox, düşünürəm ki, biz hardayıq, yəni, nə deməkdir bu? Yəni, biz bu dərəcə inkişaf... Mən heç o məsələni heç bilmirəm də, baxmamışam, biz xəbərim də yoxdur nə məsələdir. Bir söz söyləyəcəm və bununla da bu məsələyə mən özlüyümdə bir yekun verəcəm və bu haqda danışmayacam. Başqaları buna sualınızı cavablandıracaqsa cavablandıracaq. Mən belə düşünürəm ki, Azərbaycanda kifayət qədər vaxtı ilə böyük sənətkarlar olub, böyük bəstəkarlar olub, yazıb yaradıblar. Tək Üzeyir bəydən üzü bu tərəfə yazıb yaradan bəstəkarların əsərləri dünya miqyasına cavab verə biləcək tərzdə keyfiyyətli və səviyyəlidir. Hər gün üçündə, hər dövr üçündə çox aktualdır. Bu bir. Hər dövrdə bizim millətin ləyaqətli insanları olub, var, həmişə də olacaq. Və yadınızda saxlayın, bu dünyanı çiynində, bu dünyanın ağırlığını, yükünü çiynində daşıyan insanlar o millətin öndə gedən aparıcı qüvvələri kimlərdir? O millətin aydınları, ziyalıları, sənətkarları, gözəl siyasətçiləri, gözəl insanları, sənət sahəsində öz sözünü demişlər və s. və ilaxır. Mən elə gəlir ki, bu cür zəfər qazanmış bir millətin, bir xalqın belə bəsit, belə mənasız, belə düşovu, çox-çox üzr istəyirəm, mövzuları müzakirə etməsi sadəcə gülüncdür, sadəcə mənim tərzimdə olacaq şeylər deyil. Xahiş edirəm, mənə bu haqda sual verməyin. Yox, mən həmkarımızın fikrinə görə dedim. O oğlan, adı nə idi? Akşin Fatih. Bəli, o insanı da heç qınamayın. Tamaşaçı insanlar, toplum ondan nə istəyir? O məcburdur. Mən də ona gətirirəm ki, Gülüstan xanımı gəlir, ora qoşmayaydılar. Allah yolunu açıq eləsin, nəinki onun kimi olanların hamısı bugün hər hansı bir restoranda, şadlıq evində, şou proqramlarda bu tipli musiqilər ifa edirsə, onların günahı deyil. Günah bugünkü toplumun günahıdır ki, onları məcbur eləyirlər ki, siz bunu oxumalısınız və biz əylənməliyik. Mən özüm də bu məclislərdə, bu tədbirlərdə, bu cəmiyyətin içindəyəm və mən görürəm ki, ciddi və gözəl musiqini nə dinləyən yoxdur, nə ona dəyər verən yoxdur.
Yəni bunu gəlib boynumuza alaq ki, Nuriyə bu xanımın müğənniləri fikri ilə heç- razıyam. Çünki Müğənniləri qınamayın, bu Üzr bizim istəyirəm, toplumun belə günahıdır. deyəcəm, Bu qədər, yəni məndən artıq da heç nə deməyəcəm. mən əslində toplumda kütlə biz nəzərdə duruq. Onları bilirsiniz, niyə qınamıram? Bugün bəsit mahnılar o qədər toplumun içinə girib ki, və cəmaət düşünür ki, əgər bu mahnıdırsa, yəni bugün o bəsit musiqini oxuyanlara sənətkar, nə bilim, statuslar verirlər də. Bu da onların, deyir o, sən deyir, Leyliyə Məcnunun gözü ilə bax da. Onlar o adamı sevirlər, biz onları qınaya bilmərik. Bu onları, amma bayaqları Nuriyə xanım da dedi, Cabir müəllim dedi ki, samballı musiqi həmişə, bahalı malın alıcısı həmişə az olar. Bəli, bəli. Başa düşürsünüz, bu günləri bahalı malın alıcısı həmişə az olur, amma olur o, mütləqdir ki, olur. Biz belə bəsit şeyləri gündəmə çıxarıb, siz bayaq gözəl bir söz dediniz. Bunu Mövlana deyir ki, dəyəri olmayan bir insana çox dəyər verərsənsə, özün dönüb olarsan qiymətsiz və dəyərsiz. Hər bir insan öz dəyərini çox özünü hamıdan yaxşı tanıyır. Hansı səpkidədir, hansı ölçüdədir, hansı dəyərdədir. Bəli. Biz baxın görün nə ilə məşğuluq. Mən sadəcə gülməyim gəlir bəzən.